ərəblər müşriklər olsa belə, La ilahe illallah kəliməsinin nə ifadə etdiyini bilirlərdi. Ona görə, bunu başa düşdüklərinə görə bunu demək onlara çətin idi. Tək mənasız şəkildə, mənanı dərk etmədən kəliməni demək onlara çətin gəlmirdi. Onlar onu deyərlərdi, hətta müharibələr olmasın deyə. Amma mənasını bilirlərdi ki, illər boyu ata-babalarının ibadət etdiyi bütlərin hamısını Kəbədən qırağa çıxardıb sındırmaqları lazım idi. Onların batil bir məbud olduqlarını bəyan etmələri lazım idi. Və Allahdan başqa heç kəsin ibadətin hər hansı bir növünü sərf etməyə layiq və haqqı olmadığını deməli idilər. Bu onlara çətin gəlirdi. Şeyx Fəvzan Rəhməhullah deyir ki, bir insanın deməsi ki, mən namaz qılıram, mən oruç tuturam, mən zəkat verirəm, mən salih əməllər görürəm. Amma bununla bərabər zərəli yoxdur ki, mən Həsəni çağıram, Hüseyni çağıram, Abdülqadir Ceyləni çağıram, filan övliyanı çağıram. Deyir, belə dən insanlar ən ziddiyyətdə yaşayan insanlardır. La ilahə illallahdan əsər bilməyən insanlardır. Kəsinliklə. La ilahə illallahın müşriklər qədər başa düşməyəcəyi səviyyədə olan bir insandır bu.